Allette movet, allette movet, allette hovet. Salam dostlar, kanalıma xoş gəlmisiniz. Bugün sizə Madagaskar haqqında məlumatlar verəcəm. Amma film Madagaskar yox ha, ölkə Madagaskar haqqında. Bu arada kanalıma girirsiniz, baxırsınız, orada görürəm elə abunə olmayanlar da var. Abunə olmağı unutmayın uşaqlar. Montajda Madagaskarın himnini qoyaq və biz başlayaq. İndi sizə Madagaskar harda yerləşir deyəcəm. Və Madagaskar Afrika qitəsində Mozambikin sağ tərəfində yerləşir. Madagaskarın ərazisi 587.041 kvadrat kilometrdir. Antananarivo. Madagaskarın paytaxtı Antananarivodur. Antananarivo biraz qəribətdir. Bizim dilimiz öyrəşməyib. Bitki örtüyü və heyvanlar aləmi çox zəngindir. Cürbəcür ağaclar, cürbəcür heyvanlar. Məsələn, ağaclardan baobab ağacı. Yadınızda qalsın, baobab ağacı haqqında birazdan sizə məlumat verəcəm. Adətən Madagaskarı çox adam multfilmlə səhv salır. Madagaskarda əslində zebralar, zürafələr və aslanlar, begamotlar əslində orada yoxdur. O sadəcə bir multfilm idi. Belarus deyirəm. Şeydə eyni oxşayır. Madagaskarın bayrağı 3 rəngdən oluşur. Sol tərəfində ağ xətt, yuxarısında qırmızı və altında isə yaşıl. Ağ rəng saflığı, qırmızı rəng hegemonluğu və yaşıl rəng isə saflı ümidi təmsil edir. Bitdi, bitmədi. Videoya like atıb abunə oldunuzsa davam edək. Şahbələngidən oğurlamışam onu. Madagaskara ən yaxın ölkə Mozambikdir. Ətrafında 250-dən çox adaları var. 1960-cı ildən İngiltərə və Fransanın işğalında olub. Rəsmi dilləri Malqasca və fransızca, bəzən isə ingiliscə. Rəsmi dinləri isə yoxdur. Yarısı xristianlıq, yarısı isə digər o birisi inanclara, azcası isə müsəlmandır. Pulları isə Malqas ayrı-ayrısıdır. Amma bu arada mənim də pullarım var ha, elə bilməyin mənim yoxdur. Hara qoyum? Atdım. Dünyada olan bütün safirlərin yarısı Madagaskardadır. Safir isə nədir? Safir bir daşqaşdır. Dünyanın ən böyük 4-cü adasıdır və buna elə-belə olaraq 8-ci qitə də deyirlər. Yəni o qədər böyüdür ki, ona görə belə 8-ci qitədə deyirlər. Ən pis şəraitdə yaşayan 4-cü ölkədir. 2 milyon insan acılıqdan əziyyət çəkir. Üzücü olan odur ki, yoxsul ölkədir. Acılıqda dünyanın birincisi isə Orta Amerika, Afrika Respublikası. Amerika nə idi? Təhsil çox zəifdir. Hər 3 uşaqdan biri oxuyub yaza bilir. Dünyanın ən bahalı interneti bəlkə də Madagaskardadır. Çünki aylığı 20 dollarlıq internet var. Əhalinin aylıq 5 dollar qazanır. Əhali üçün çox bahadır bu. Madagaskar bir ada ölkəsidir və çox torpağında qırmızı var. Ona görə də ona qırmızı ada deyirlər. Azərbaycanda da belə bir yer var. Oranın adı Xızıdır. Mən orada olmuşam. Bəs siz olmusunuz? Yorumlarda yazın. Madagaskar bitki və heyvanların türləri ən çox olan 3-cü ölkədir. Üzr istəyirəm, 4. Madagaskarda ən çox qarşılaşa biləcəyiniz heyvan lemurlardır. Amma bu arada buqalamunlar da var. Buqalamunlar elə maraqlı heyvanlardır. Elə bir görünməz olur. Rənglərini dəyişə bilir. Elə mən buradayım, montajla mənə silərsən də.
Gördünüz, gəldim. Lemurları ovlamırlar. Çünki elə bilirlər ki, atalarının ruhları onun içinə girir və ona görə lemurları ovlamırlar. Amma onların inancına belə pis başa gülməyin də. Yəni onların öz inancıdır. Donuz yeyəndən sonra suya girmirlər ki, çünki su hirslənib onları öldürə bilər. Bu da onların bir inancıdır. Sakın bunlara gülməyin. Onların bir sözü var. Mora mora. Mora mora nə deməkdir? Mora mora tələsmədən elə, yavaş iş gör. Yəni tələsmə, həyatı axışına burax. Bu arada mora moranın mən biraz more more oxşatdım. More more. Ata sağollaşanda more more. Bitti, bitmədi. Videoya like atıp abone oldunuzsa devam edək. Kişilər və qadınlar eyni tərzdə geyinə bilərlər. Elə şey olar, kişi kişidir, qadın qadın. Şotlandiya kimi də uşaqlar. Yox ya, oğlanlar don geyinmir, yufka geyinmir. Deməmişdin elə. Sən demədin. Dünyanın ən mutsuz ölkələrindən biridir. Onlara mutlu olmağı arzulayıram. Madagaskarın ən məşhur şeyi lemurlar və baobab ağacılardır. İndi isə baobab ağacın haqqında danışacağam. Demədim, yadınızda saxlayın. Hündürlüyü 30 metrə kimi çatır. Ortalama 3000 il yaşayır və 30 metrdir. Su tapılmayanda ağacın gövdəsində su olur. O ağacı deşirlər. Sonra onun içindəki sular içməli sudur da. Onlardan biraz götürüb içirlər. Bakıda baobab ağacı tapa bilərsiniz. Bakının bulvarında saatın yanında baobab ağacı tapa bilərsiniz. Amma dəqiq bilmirəm. Bəlkə söküblər. Baobab ağacı bu arada Avstraliyada da var. Hə, var. Atlasımda. Dostlar, özünüzə yaxşı baxın. Like atıb abone olmağı unutmayın. Sağ olun. Mən Fırça Butikə təşəkkür edirəm. Çünki mənə bir atlas hədiyyə elədiyi üçün Avstraliyanın baobab ağacları çox olur deyə mən buradan tapmışam onu. Axırıncı səhifələrində də deyəsən, buradan onun Instagram səhifəsinə baxa bilərsiniz. Fırça Butikdə yaradıcılığa aid hər şey tapa bilərsiniz. Mənə bunu hədiyyə elədilər. Uşaqlar, bu arada burada baobab ağacı var bir dənə. Baobab ağacı, yəni bu Afrika qitəsində var imiş. Baxın, bu atlasda Madagaskar heyvanlarının haqqında məlumat verib. Birinci lemurdan başlayaq. Çünki video uzun olmaz. Lemur primatlar dəstəsinə aiddir. Endemik növüdür. Yalnız Madagaskarda yaşayır. Meyvə sürfələri ilə qidalanır. Lemur sözlü latın dilində ruh, kabus mənalarını verir. Bu da onların gecə aktiv həyat keçirməsi ilə əlaqəlidir. Latın dilində lemurlar ruh deməkmiş. Ona görə atalarının ruhları lemurlarda olduğuna görə. Və uşaqlar, bay bay. Özünüzdən müğayət olun, bay bay. Bu arada baxın, bir dənə doğrudan elədirsə Avstraliya qitəsində şey var. Avstraliyada baobab ağacı varsa, səhv demişəm. Sağ olun. Avstraliyada baobab yoxdur, sağ olun. Növbəti video hansı ölkə haqqında olsun, onu mən yorumlara istəyirəm. Sağ olun.